27 iyundan 28 iyuna keçən gecə 27 iyun artıq Azərbaycan vaxtla saat 20, 21, 22 radələrə doğru baxın buradakı sistem güclənərək artıq Dağlıq Şirvan arasına doğru daxil olacaq və burada artıq lokallaşmış şiddətli bir sistem gözlənir. Baxın, diqqət, 27 iyundan 28 iyuna keçən gecə Dağlıq Şirvanda katastrofik deyilə biləcək bir şiddətli bir tufan buludlarının aktiv inkişafı gözlənir. İndi xəritəni mən zoomlayıb artıq son məlumatları sizə göstərəcəyim. İyun ayının 27-sindən 28-dən keçən gecə baxın burada Dağlıq Şirvan arasında ciddi bir şiddətli deyilə biləcək bir miqdarda topa və şiddətli supersel buludların aktiv inkişafı gözlənir və bu sistemin Dağlıq Şirvandan potensial olaraq Bakı, Abşeron, Sumqayıt arasına doğru daxil olması ehtimalları isə həmin günü, həmin saatlarda birbaşa peyk və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatları kanalında yayınlanacaq. Baxın, buradakı sistem daha da gücləndi. 27 iyundan 28 iyuna keçəcək. Baxın, burada artıq katastrofik bir yağıntı gözlənir. Artıq buradakı yağıntının kod dərəcəsi narıncı dərəcədən qırmızı dərəcəyə qədər artıb. Bu artıq çox ciddi bir leysandan xəbər verir. 27 iyundan 28 iyuna keçəcək. Bu sistemin Bakı, Abşeron, Sumqayıt arasında daxil olması potensialı var. Amma bu sistemin dəqiq trayektoriyası haqqında isə həmin gün gözlənən proseslər yaxından izləniləcək birbaşa peyk və radar məlumatların təlləri əsasında son dəqiqə məlumatları kanalda yayınlanacaq. İndi biz bu prosesə daha geniş bir ərazidən baxaq. Deməli, burada proses bax hansı şəkildə baş verəcək. İyun ayının 27-si artıq saat Azərbaycan vaxtı ilə 22 radələrindəki sistem əvvəlcə orta güclü olacaq. Lakin buradakı prosesin partlama dinamikası sistemin çox güclü enerji olmasına xəbər verir. 27 iyun saat 22 radələrində, baxın buradakı sistem orta güclədir. Lakin 23 radələrində bir saat sonra bu sistem get-gedə daha da şiddətlənəcək və Qobustan mərzində ciddi bir tufana çevriləcək. Artıq buradakı sistemin 27 iyundan 28 iyuna keçən gecə saatlarında daha da güclənməsi gözlənir. Bu barədə mən yenə də zoomlamaq istəyirəm. Baxın, burada görürsünüz, diqqətlə baxanda görürük ki, biz Qobustan mərəzi arasında çox şiddətli bir sistem gözlənir. Baxın burada 27 iyundan 28 iyuna keçən 27 iyun saat 22 radələrində baxın burada sistem orta güclədir. Lakin 23 radələrində cəmi 1 saat sonra sistem partlayıcı dərəcədə güclənir. Lokal bir şiddətli bir leysan, ildırım dolu potensialı var və bu sistem 28 iyuna keçən gecə saat 12:01 radələrində daha da güclənir və Bakı, Abşeron arasına doğru yaxınlaşır. 28 iyun gecə saat 1-2 radələrində bu sistem Bakı, Abşeron arasına daxil olacaq və kifayət qədər ciddi bir yağıntının Abşerona yağması gözlənilir. Çünki atmosferdəki rütubət və nəm pik həddə çatacaq. Potensial yağıntı Bakıda 50-60 mm olacaq və ondan da artıq bir yağıntı gözlənir. Qısa müddətə 100 mm-dən artıq bir yağıntının yağması potensialı var. Qlobal model üst-üstə bu siqnalı verirsə, artıq buradakı vəziyyət çox ciddi sayılır və artıq 27 iyundan 28 iyuna keçən gecəki saatlarındakı prosesi yaxından izləmək lazımdır. 24 iyundan 25 iyuna keçən gecə əgər şiddətli bir daşqın baş vermədisə, bu o demək deyil ki, 27 iyundan 28 iyuna keçən gecə hər hansı bir proses baş verməməzdir. Xeyr. 27 iyundan 28 iyuna keçən gecə saatlarındakı proses daha ciddi bir prosesdir və bir sıra qlobal modellər tərəfindən bu sistem dəstəklənir. Bu barədə digər modellərin təlləri əsasında da yaxın vaxtlarda kanalda yenilənmiş məlumatlar yayınlanacaq. Baxın, buradakı sistem kifayət qədər ciddi bir sistemdir. Bir daha baxanda biz görürük ki, buradakı sistem kifayət qədər ciddi bir sistemdir və Dağlıq Şirvan arasındakı sistem yağıntıların miqdarının katastrofik dərəcədə şiddətlənməsi potensialı var. Bu proseslərin yaxından izləməsi çox vacib sayılır. Artıq yaxın dəqiqələrdə biz digər qlobal modellərin də göstəricilərini müqayisə edəcəyik və Avropanın Elçiyan Tableyev Hava Tədqiqatları Mərkəzi ilə digər modellərin göstəricilərinin fərqli olub-olmaması haqqında, hamısı eyni siqnalı verirmi, vermirmi? Bu barədə son dəqiqə məlumatları kanalda yayınlanacaq.